Giberalin deyil, Stokinin tətbiqinə gəldikdə isə Stokinin eyni zamanda biyoloji bir enerji sayılır. Stokinin giberalin kimi yan budaqların artırılmasına deyil, daha çox ağacın yaşlı budaqlarında meyvə yükünü artırmaq üçündür. Yəni iç meyvələrində, belə deyim, intensiv bağda 7 yaşında ağacın budaqlarını, budamasını idarə etmək çətinləşdiyi üçün sadəcə hər il bir budağın yenilənməsinə getmək və digər budaqların da, yəni yaşlı budaqlarda meyvə gözünə getmək lazımdır. Ona görə Stokinin tətbiqini. Bundan ötürü də kökü də unutmaq lazım deyil. Çünki Stokinin tətbiqindən sonra kök passivləşəcək, buna oksinlər əlavə edilməlidir. Məsələn, naftalasetik asidlə Stokinin qarışığı ilə iç tumurcuqların sayını, çiçəyin sağlamlığını təmin ediriksə, yəni gövdənin tumurcuqlarından söhbət edirəm. Ən sağlam gilaslar da orada yetişir. Yəni demək istədiyim, bu sağlamlığı təmin ediriksə çiçəyə, kökün aktivliyi üçün də indolasetik asid istifadə edilməlidir. Bu kompleks iş əldə olunan çiçəklərin də eyni zamanda tozlayıcısız mayalanma faizini də çoxaldır. Çünki həddən artıq bir-birini tamamlayan işlər və bütün detalları ilə təmin olunmuş çiçəkdən söhbət gedir. Yəni saydığımız bütün hormonlar çiçəkdə ehtiyac olan təbiət tərəfindən təmin olunmayan, müxtəlif səbəblərdən təmin olunmayan bütün tələbləri daxildən tam optimallaşdırmaq mexanizmidir də. Yəni bu kompleksdən Stokinin, indolasetik asid, nə bilim, naftalasetik asid, bu tip yanaşmalar optimal bir çiçək verir. Bu da bəzi bağlarda tozlanma yetərsizliyi var, tozlayıcı yetərsizliyi var. O hallarda o problemləri aradan qaldırmaq üçün optimal tozla, polenlə təchiz olunmuş çiçək həmin o tozlayıcısız tozlanma faizini bağda çoxaldır. 8-ci il, 9-cu il, 15-ci il fərq etməz. Budama düzgün və elmi standarta dayandığı halda idarə etməkdə asan olur. Yəni bu saydığım şəkildə əvəz etmə bir budama dövranı sayılır və yaxud da bir budaq əvəz etmə dövranı sayılır və bağ demək olar ki, hər il 1/4 tamamilə cavan olmaqla bir dövr yaranır ortada və bağ intensivliyini itirmir. İntensiv bağ deyəndə elə bircə hektara ağac sayını artırmaq nəzərdə tutulmur ki, eyni zamanda bütün xidmətlərin də ümumi siyasətə xidmət eləməlidir. Yəni bağda baş verən, bağda göstərilən bütün xidmətlər bağa dərmanlamasından, gübrələməsindən, budamasından tutmuş bütün iş ümumi siyasətə xidmət eləməlidir. Hamısı intensivliyi gözləməlidir də, yəni demək istədim. Bir də görürsən ki, bir budamaçı gəlir, girir bağa, öz məntiqini dayanaraq bütün bağda bir dərin budama aparır ki, yəni burada yenidən bir öz xəttini qoysun. Digər isə gəlir, məsələn, bir başqa bağda daha səthi bir budama aparır. Yəni bu şəkildə olanda bağların 2 ili məhsuldar olur. 1-2 ildə ortada məhsuldar olmur. Ağac qismən yeniləndiyi zaman isə hər il məhsuldar olur. Yəni ağac formasını demək olar ki, heç vaxt dəyişmir. O baxımdan hər il məhsuldar sayılır. Bu hal intensiv bağ üçün yəni saydığım kimi qaba budama, səthi budama, bunlar intensiv bağ üçün qeyri-intensiv sayılır. Yəni bu hallar. Və iş elə qurulmalıdır ki, hər hansı bir mütəxəssis, həmişə bu sözü demişəm, hər işdə demişəm, hər hansı bir mütəxəssis işdən uzaqlaşarsa, onu əvəz edən mütəxəssis öz qaydaları ilə deyil, ümumi elmə dayanan qaydalarla qaldığı yerdən davam etdirməlidir işləri. Da, yəni mən tutaq ki, gəldim, girdim bu bağa və bu bağda belə deyim də, bir şey çıxartmadım ortaya və bütün günahları da yığdım məndən əvvəlki bağı idarə edən aqronomun boyuna. Bu şəkildə yanaşma, düzgün yanaşma deyil. Yəni demək istədiyim iş, birinci məndən qabaqçı aqronom bağda hansı siyasəti yürüdübsə, həmin siyasəti anlamaq lazımdır bağda və onu oradan davam elətdirmək lazımdır. Yəni buna deyirlər aqronomluq.